Bu videomuzda gəlsin kimlər üçün? O şəxslər üçün ki, onlar ağır proqramlaşdırma, kodlaşdırma, dizayn, render və yaxud da ki, ağır oyunları maksimum keyfiyyətlə oynaya biləcək bir gaming seriya notebook axtarırlar. Axtarmayın, bu videoya sona kimi baxın. İnan ki, mənə videoda o qədər modellər olacaq ki, istədiyiniz büdcəyə uyğun, istədiyiniz spesifikasiyada mən sizə əmin edə bilərəm ki, siz özünüzə modeli seçə biləcəksiniz. Əlavə sualınız olsa, yazarsınız, videoya başladıq. Asus TUF Gaming i5 11-ci nəsil 16 RAM 512 SSD və 4 GB-lıq video kartla 1550 manat. Asus ROG Strix G16 i5 13450HX 16 RAM 512 SSD RTX 4050 video karta 100% sRGB 165 Hz tezliyi ilə 2599 manata. Eyni modelin i7 13650HX 1 TB MK SSD 16 RAM və RTX 4060 8 GB-lıq 2K ekran icazəsi 240 Hz tezliyi ilə isə 3200 manata düşdü. Asus TUF Gaming F15 i7 prosesor 16 RAM 512 SSD RTX 4060 8 GB-lıq 100% sRGB ilə 2400 manata. Eyni notebook'un 1 TB SSD və RTX 4070 video kartasından olan 3000 manata. MSI Cyborg 15. Bu notebook'un i5 12-ci nəsli RTX 4050 video kartana 16 RAM 512 ilə olan qiyməti 2000 manatdır. Eyni notebook'un i7 12-ci nəsil 4050 ilə olan versiyası 2200 manat. Bir də i7 12-ci nəsil 4068 GB-lıq video kartla 2450 manata düşdü. 2K ekran icazəsi 165 Hz Ryzen 9 7940HS 16 RAM 512 SSD və RTX 4070 video karta 3200 manata. Asus TUF Gaming A15 77 35 HS prosesor 16 GB DDR5 512 SSD 4068 GB-lıq 100% sRGB ilə 2499 manata. Asus TUF Gaming A15 AMD Ryzen 77 35 HS prosesorundan DDR5 16 GB RAM 512 SSD video karta RTX 4050 2300 manata. Asus TUF Gaming F17 i5 12-ci nəsil 16 RAM 512 SSD 3050 video kartla 1900 manata. Eyni notebook i7 prosesorundan 1 TB SSD 3050 video kartla 2100 manata. Acer Predator i5 12-ci nəsil 16 RAM 512 SSD video kartasındakı RTX 3070 Ti 2700 manata. Acer Nitro 5 17 inç i5 16 GB operativ yaddaş 512 SSD 3070 ilə 2000 manata. Eyni notebook'un AMD Ryzen 6800H 3050 Ti video kartasından 2100 manata və yenə də Acer Nitro 5 i7 12-ci nəsildən bu dəfə video kartası RTX 4050 ilə 16 RAM 512 GB SSD 2300 manata indi. Asus TUF Gaming F17 i7 12-ci nəsil 16 RAM 512 SSD 4056 GB-lıq video kartla 2400 manata. Eyni notebook 4068 GB-lıq video karta və 1 TB-lıq SSD ilə 2600 manata. HP Victus i5 13-cü nəsil 16 GB operativ yaddaş 512 SSD RTX 3056 GB-lıq video kartla 1750 manat oldu.